Günlərin bir günü deməli bununla getməliyik biz ezamiyyətə. Dedim buna ki, biz Cəfər, sən tanınmış adamsan da, yazıcı zat. Get bankə, get o məsələni həll elə ki, bizə pul versinlər ki, gedək də. Sonra özü danışırdı Cəfər buna. Deyir, gəldim, qeyd etdim ki, kinostudiyadan gəlmişəm, biz görməliyəm müdürü. Deyir, mən buraxdı içəri, deyir, girdim içəri, bir də gördüm, belə baxdım mənə yuxarıdan, aşağıdan belə, süzdü məni müdür. Cəfər də çox sadə giyinirdi. Qeyd etdi ki, biz getməliyik komandirovkaya, ona görə gəldim ki, kinostudiyadan göndərdilər belə. Pul zad yoxdur. Deyir, mənə elədi, vermədi. Özü dedi ki, belə acıqla qeyd ki, sən kimsən, gəlmirsən bura. Mən də deyir, çıxdım bayra. Bayra çıxandan sonra götürür, telefonla zəng eləyir kinostudiyaya. Qeyd edir ki, Əlili, sən gəlginən bura. Mən alınmadı məndə, mənə vermədi. Necə vermədi? Tanımadı səni. Tanışlıq verəydin də, dedi, yox, vermədim. Gəldik, bunu qoymuşam qapının ağzında, bayırda, özüm girmişəm içəri. Qeydim ki, müdür olar. Qeydim ki, hə, Əlili, gəl. Əlini tanıyır, bunu tanımır. Girib içəri, qeydir ki, bu komandirovkaya getməliyik. Bir yoldaşı, o kim deyə göndərmirsən buraya? Bit fasonuna belə baxdım, demək ki, yer yedi. Mən durub buna pul verəcəyəm, mən ələm, gedəcək bu komandirovkaya. Qeydim ki, Cəfər, gir içəri. Girib içəri, deyir, bu Cəfər Cabbarlıdır. Cəfər içəri girəndə müdür pərt oldu. Qeydi, valla deyir, tanımamışam. Üzr istədi Cəfərdən.